qaz balonları daxil olubdu məktəbə. Çox narahatlıq uşaqlara görə. Bu məktəbdəki şagirdlərin qazdan zəhərləndiyi bildirilir. Uşaq belə kurskada oturub baxa bilərsiniz. Biz gözləyirik ki, kimsə gəlsin bir açıqlama versin də məsələ ilə bağlı. Yəni insanlar bu qədər özlərini arxayındırlar, bu qədər rahat danışırlar. Abşeron rayonu Masazır qəsəbəsi 4 nömrəli tam orta məktəbdəyik. Valideynlər iddia edir ki, bu məktəbdə son zamanlar aparılan təmir bərpa işlərindən sonra təhsil müəssisəsində qəribə bir qoxu iyi əmələ gəlib və bu iyin də, qoxunun da qaz iyi olması barədə iddialar var və bu da şagirdlərin zəhərlənməsinə, özünü pis hiss etməsinə səbəb olur. Bizim uşaqlar neçə gündür, 2 gündür məktəbdən qalıblar. 2 övladım oxuyur bu məktəbdə. Açıqlama vermirlər bizə nə qoxudur. Deyirlər ki, qaz qoxusudur. Biri valideyn deyir ki, kraskadır, biri deyirlər ki, məktəb ola tol vururlar, qaz balonları daxil olubdu məktəbə salıblar. Çarəsiz bilmirik ki, uşaqları göndərək neyə. Məktəb günləri hər sinifdən 5-6 uşaq gəlib məktəbə. Çox narahatlıq uşaqlara görə. Böyük siniflər ümumiyyətlə sistem keçirdirlər, zəhərlənmə çoxdur, neçə valideyn şikayət ediblər. Dərs vaxtı təmir işlərinin aparılması nə dərəcədə doğrudur, mən onu başa düşə bilmirəm. Və o qoxu uşaqları zəhərləndirir. Adi çöldə o qazıntı olan yerdə belə qoxu var, yəni qaz qoxusuna oxşayan bir qoxudur. Mənim oğlum gəldi dedi ki, aşırı pis qoxu gəlirdi koridordan və ayaq yolundan. Deməli, hazırda hava çox soyuqdur, hətta qar da yağır, amma məktəbin siniflərindəki otaqlarda pəncərələrə fikir verin, açıqdır. Bəli, həmin o qoxuya görə, qaz iyinə görə bu soyuqda pəncərələri açıq qoyublar ki, uşaqlar zəhərlənməsin, özünü pis hiss etməsin. Məktəbdən də açıqlama verdilər ki, pəncərələri açmışıq, hava təmizlənəcək də, yəni. Və bu soyuqda pəncərə açıq olanda uşaqlar xəstələnəcək axı. Bizdə indi sinifdə heç kim yoxdur da, belə 4-5 nəfər gəliblər, heç kim də gəlmir. Hamının başı ağrıyır, ürəyi bulanır, zəhərləniblər. Bayaqdan valideynlərin haqqında danışdığı o qaz balonu tapmışıq. Biri buradadır və güman olunur ki, ehtimal edilir ki, həmin o iy də bundan yaranır, bundan əmələ gəlir. Mənim övladımı bugün səhər məktəbə göndərmişəm. Uşaq belə kurskada oturub baxa bilərsiniz. Pəncərələr açıq olur, ataplenyalar normal şəkildə işləmir. Yuxarı mərtəbələrdə vəbşə işləmir. Niyə vermirsiniz məlumat? Bu qədər valideyn var, şikayətçi var. Övladım zəhərlənib deyir. Ümumiyyətlə siz kimsiniz? Biz təqdim edirsiniz özünüz. Kimdən danışırıq? Müdürün katibəsiyəm. Abşeron Xızır Regional Təhsil İdarəsi sizə məlumat sözü verir. Məktəbdə ümumiyyətlə qaz deyilən bir şey yoxdur, xətti də yoxdur. Bəs bu iyi var, qoxu nədəndir? Hazırda qoxu var. Siz belə deyək də, işləmirsiniz də hər yerdə. Kraskan iyi necə çıxır, açston iyi necə çıxır. O iyi deyilmi bu? Yaxşı, dərs gedə-gedə təmir olar, ola bilər. Məsələn, ola az yaşlıdır, hər şey ola bilər. Şagird deyir ki, az yaşlı, sinifdə otura bilmirəm. Mən başa düşürəm, mən də sizdən soruşsam, siz məndən niyə soruşursunuz? Siz məndən soruşmayın. Siz sualı valideynə verin ki, uşağı niyə məktəbə qoymursunuz? Bayaq gəlib bütün valideynlərdən danışmışam. Apa öz istəyirəm. Bir həftə kanikul oldu, niyə bu iş bitmədi? Xanım, o işi məktəb görmür də, başa düşürsünüz, biz görmürük onu. Məktəbdə burada uşaqlar oxuyur. Mən o sualı mənə verin. Mən sizə deyirəm ki, siz deyirsiniz ki, Təhsildən yayınırlar. Əgər iş dayanıbsa, nəyə görə bu soyuqda pəncərələrin hamısı açıqdır? Uşaqlar sinifdə dona-dona oturur, nəyə görə? mən başa düşürəm, o sualı mənə niyə verirsiniz? Qarşımıza siz çıxmışsınız, müəllim, ona görə. Mən deyirəm ki, mən də sizə dedim ki, məlumatı gedin hardan dəqiqini alın da, siz getməzdiniz axı ora. Deməli, qarşımıza çıxan direktor müavini Etibar adlı şəxsdir. Deyir ki, bu suallara mən cavab verə bilmərəm və getdi direktoru çağırmağa. Görək necə gələcək, indi gözləyirik. Direktor qarşımıza çıxmadı. Böyük ehtimalla özü burada yoxdur, evdə oturub. Amma uşaqlarımızı bu iydə oturmağa məcbur eləyirlər. İndi 2 dəqiqə qabaq gəldiniz, dediniz ki, çəkiliş heç nəyə həll eləmir. Onu kim dedi? Yox, xanım dedi. Dedi, niyə bunları çağırmısınız? Bu çəkiliş nəyisə həll eləyəcək, heç nəyə həll eləməyəcək dedi və getdi. Valideynlərə deyir ki, yəni bu çəkilişi gətirməyiniz heç nə dəyişməyəcək, yəni problem həll olunmayacaq. Yəni insanlar bu qədər özlərini arxayındırlar, bu qədər rahat danışırlar. Yəni bu rahatlığı hardan tapırlar? Bu sualdır. Sonradan məsələ ilə bağlı Masazır qəsəbə 4 nömrəli məktəbdən ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, məktəbin sanitar qovşağında yaranmış su sızması səbəbindən təxirəsalınmaz təmir işlərinə başlanıb. Kanalizasiya sularının mərtəbələri arası axını sanitar gigiyenik şəraitə və tədris prosesinə təsir etdiyindən tibb müdaxilə zərurəti yaranıb. Təmir işləri çərçivəsində aparılan betonlama və izolyasiya prosesləri zamanı istifadə olunan texniki materiallardan qısa müddətli qoxu yaranıb və bu hal bəzi valideynlərdən narahatlıq doğurub. Yayılmış qoxu ilə bağlı hər hansı şagirdin səhhətində ciddi problem qeydə alınmayıb. Video görüntülərdə əks olunan qaz balonu təmir prosesində istifadə olunan texniki vasitədir və təhlükəsizlik qaydalarına uyğun olaraq qapalı məkanda deyil, açıq havada saxlanılır.